Sevindik, mənim o vaxt yadımdadır, mən gəldim sizin evə. Bildim. O vaxtı sənə biz əl arabası da vermişdik. Boçallar kəndindən gəlirdim Allah. və səni gördüm ki, yolla gedirsən. Hara gedirsən belə sevindik? Oranın heyvanın yanına gedirəm. Mənim 50 tənədimdə yazılıb ki, 80-90% işləmir. Bəli, aydındır da görünür. Axı mənim əlim işləyir, o sənədə elə yazıblar deyə mən bunu hökumət vermir. Bunu deyirlər ki, sənədində yazılıb ki, əllərim işləmir. Mənim də əllərim işləyir. Ona görə bu arabadan ala bilmədim. O vaxtda biz sənə araba təşkil elədik. O əllə işləyən. Əllə işləyən arabadır, biz verdiyimiz sənə. Necə araba lazımdır sənə? Bundan lazım. Elektron araba. İndi bu araba səni görmür. Görür, yine ama köynəlir də, qışa tıraqdan. Sən bu arabadan hələ ki istifadə et. Elə ki gördün ki artıq bu səni görmür. Sən müraciət elə, biz sənə arabanı təşkil edərik. Yine rahat olma. Bir də ev qeydiyyatına düşmək istəyirəm. Əlillərlə bağlı ev qeydiyyatı deyirlər. Sən düşməmsən ev qeydiyyatına. İndi sən kimlə yaşayırsan? Atamla. Atanla yaşayırsan da. Yaxşı. Sənin bir müraciətini alar, sən onu aydınlaşdırarsan. Oldu. Aydınlaşdır. Sən internetin işləyir indi. İnternetimdə O vaxtda sənin internetində biz çəkdirdik də, elə mi? Çox sağ olun. İnternetim də işləyir. Çox gözəl. Sağ olun. Bir də nədir? Mən ailə qurmuşam. Pensiyam ailəmlə manat atmır. Bilmirəm həkimə gedən. Bilmirəm. Mən hara müraciət eləyərəm ki, mənə sosial yardım təmin eləsin. İndi o sosial yardımın təmin olunması üçün qaydalar var. Aydınlaşdırar və o qaydalara uyğunsansa, o sənədlər doldurular. Mən də oradan əlimdən gələni eləyərəm ki, sənə sosial yardım verilsin. Çox sağ ol. Sevindik, şad oldum səni görməyimə. Çox sağ ol. Sağ ol Günan. İndi gedirsən burada, o uşaqların yanına gedirsən. O mal heyvan uşaqlardan danışmadan. Aydındır. Aydındır. Yaxşı, oldu. Sənə yaxşı yol. Get. Get Sevindik.